Ya o evdə ola bilsin bir toqquşmalar var da. Bilmirəm sizin evdə belə. Adətən bərəkətsiz ev o ev oradan yaranır ki, övlad, ata, ana qarışır bir-birinə. Övlad ata-ana haqqını tapdalayır, ana həyat yoldaşının. Bu varsa bunu bərpa edin. Ev rəhmətsiz olur, bərəkətsiz olur. Elə evlər yaxşı ev olmur. İkinci, Quran oxunsun o evdə. Quran ayələri qoyun, Quran sədaları gəlsin. O evdə ibadət eləmək, namazlar, fikir verin, diqqətli olun. Belə. Və hərdən də bir Əhl-i Beyt məclisi verin evinizdə. Əhl-i Beyt məclisi və qonaq gəlsə, hədisdə var ki, qonaq özü gələndə ruzusunu gətirir, gedəndə də bəlaları yığıb-yığışdır aparır. Hədisdə. İnşallah. Qonaq, o xanımlar ki, sevmir bəzi vaxtlar, kişilər evə qonaq gətirə bilmir, ha? Dava qırğın düşür, ha? Xanımlar, hədisi siz üçün deyim. Evə gələndə evindən bütün o xəstəlikləri, bəlaları yığıb-yığışdırır aparar. İndi istisna nəsə olar, o da Allahın bir xəstəlik. Amma adətən yığıb-yığışdırıb aparar və ruzusunu da özü gətirər. Belə. Hacı, birini də mən əlavə deyim. Belə. Uşaq, körpə, evə bərəkətin gəlməsinə səbəb olur. Bəli. Mən oxumuşam, var. Yarımda qalır deyə. Övladın gəlişi bərəkətdir də. Özü ilə ruzu da gətirir. Bəli. Allah övladı olmayanları sevindirsin inşallah. Onları da Hacı dua edin də onlar üçün də. Dostlar var, bir neçə nəfərin niyyətim, nəzərimdə var ki, övlad həsrətindədirlər. Dua edin Allah onlar üçün inşallah. Övladı olmayanlara, məxsusən nəzərimizdə olan Hacı Oktayın, əziz qardaşım, nəzərində olan o kəslər ki var, Allah tezən onlara övlad nəsib eləsin. Amin inşallah. Allah razı olsun Hacı, var olasın. Çox sağ ol.